başın dağılır, işinə, dərsinə fokuslana bilmirsən, günorta saatlarında enerjin tamamilə bitir. Sənə bir sual verim. Bu gün cəmi 1-2 stəkan su içmisən, elə deyilmi? Cəmi 2 stəkan. Bax, elə ona görə də mental olaraq dağılırsan. Bədənimizin 60% yaxını sudan ibarətdir. Su bədəndəki demək olar ki, bütün metabolik proseslər üçün əvəzolunmaz faktordur. Sən bədənin susuz qoyanda metabolizmi avtomatik olaraq yavaşlayır. Bu da gün ərzində sənə tükənməz bir yorğunluq, zehni gərginlik və diqqət dağınıqlığı olaraq geri qayıdır. Bəs gündə nə qədər su içməlisən? Qayda sadədir. Gündəlik 2 litr ümumi bir qaydadır. Optimal rəqəm sənin bədən kütlənin 0,3 mislidir. Yəni əgər 70 kilosansa, gün ərzində ən azı 2,1 litr su içməlisən. Və ya 80 kilosansa, gündə 2 litr yarıma qədər su içməlisən. Əsas da yay aylarında. Gün ərzində az su içirsən, amma bunun qarşısını almalısan. Bunun qarşısını almaq üçün sistem qur. Sabah yerindən duran kimi mütləq 200-300 ml su iç. Sonra da gün içərisində bunu özünə lazım olan miqdara tamamla mütləq. Enerjin düşməsin, metabolizmin saat kimi işləsin və beynin dumanlanmasını istəyirsənsə, bədənini susuz qoyma. İndi isə get və özünə böyük bir stəkan su süz. Çəkini və içdiyin suyun miqdarını şərhlərə yaz. Düzgün hesablamısan yoxsa yox, yoxlayaq.